Göytürk əlifbası 2-ci dərs. Keçən dərsdə biz samit hərfləri öyrənirdik və bu hərflərin hər biri 2 işarədən ibarət idi. Qalın saatlərlə və incə saatlərlə işlənən. Biz bu dərsdə də 2 işarə ilə samit hərfləri öyrənəcəyik. Lakin bu dəfəki samit hərflərin keçən dərsdəki hərflərinin fərqi ondan ibarətdir ki, bu samitlərlə söz başlaya bilməz. Əgər belə samitlər sözün əvvəlində yazılırdısa, onda bu cür samitdən əvvəl ahəng qanunundan asılı olaraq A və ya Ə sait səsi oxunmalı idi. Əvvəlcə bu samitlərin qalın saitlərlə işlənən işarəsinə nəzər salaq. D hərfi. Qədim türk dilində adrıl feili ayrılmaq deməkdir. Ona görə də bu işarə ayrılmış 2 əşyaya bənzəyir. Ğ hərfi. Qədim türk dilində ağ feili qalxmaq, yüksəlmək deməkdir. Ona görə də bu işarə yüksələn əşyaya bənzəyir. L hərfi. Bu işarə almaq feilini ifadə edir və insanın bir əşyanı almaq istəyən qoluna bənzəyir. R hərfi. Qədim türk dilində ar feili yorulmaq deməkdir və bu işarə yorulmuş insana bənzəyir. İndi isə bu hərflərin incə saatlərlə işlənən işarələrinə baxaq. D hərfi. Qədim türk dilində edgü sözü yaxşı deməkdir. G hərfi. Qədim türk dilində ek feili əymək deməkdir və bu işarə bir növ əyilmiş fiqura bənzəyir. L hərfi. Qədim türk dilində el sözü əl deməkdir və bu işarə insan əlinə bənzəyir. R hərfi. Qədim türk dilində sözü ər deməkdir və bu işarə ər mənasında olan igid, bahadur tipində bir kişiyə bənzəyir.